müəllimlər. Bugünkü dərsimiz kontrol paneldir. Deməli, kontrol panel Windows əməliyyat sisteminin kökləmə əməliyyatlarını etmək üçün istifadə olunan kateqoriyalardır, paneldir. Kontrol panel Windows əməliyyat sisteminin dediyi xüsusi qovluğudur. Yəni, hansı ki Windows əməliyyat sistemini yükləyəndə bu qovluq özü gəlir. Yəni, biz bu qovluğu özümüz yükləmirik, özü avtomatik olaraq gəlir. Yadınıza gəlirsə dedik ki, iş masasında elementləri biz müxtəlif ölçülərə görə nizamlaya bilərik. Orada large idi, medium idi, bir də small ikon idi. Sonra dedik Windows Explorer pəncərəsində ölçüləri nizamlaya bilərik. Elementləri extra large idi, medium idi, small idi, list, content, tiles, details və s. Bunlarla nizamlaya bilirdik. Bir də var müəllimlər, kontrol paneldə elementləri nizamlamaq. Yəni, mən sizə hər xırdalığı deyirəm ki, siz bunları sualda görəndə daha biləsiniz ki, nədən danışırıq. Baxın, burada View by hissəsində kontrol panelə daxil olanda large və small bir də kateqoriya formasında var. Hal-hazırda siz kontrol paneli kateqoriya formasında görürsünüz. Baxın, 1, 2, 3, 4, 4 də burada. 8 dənə kateqoriya mövcuddur gördüyünüz kimi. Bir də var large icon, small icons. Large bildiyiniz kimi daha böyük ölçüdə göstərir. Baxın, small edəndə small bu largedan daha kiçik ölçüdə göstərir. Yəni, buranın belə deyək də böyük ölçüsündən iş masasının böyük ölçüsü eyni deyil. İş masasında large icon seçəndə daha böyük formada görünürdü. Burada elementlərin sayına görə özü nizamlayır. Sizə suallar kateqoriya hissəsindən gəlir. Yəni, əgər biz small və yaxud da baxın, bir dənə yenidən bunu large icon edək. Biz bunu small və yaxud da large icon etdikdə elementlər tək-tək görünür. Yəni, bu kontrol paneldə olan bütün əmrlər tək-tək görünür. Əgər biz bunu kateqoriya etsək, bu komandalar hamısı özünə uyğun kateqoriya altında toplanır. Baxın, kateqoriyamız 8 dənədir. Bu sayda düşür ki, neçə kateqoriya mövcud olur. Müəllimlər, kateqoriyalardan mən nələr düşür, əsasən onları izah edəcəm. Çünki buradakı hər şeyi izah etsəm, bizim buna vaxtımız çatmaz. Deməli, System and Security kateqoriyası. Adından da göründüyü kimi, sistem və təhlükəsizlik deməkdir. Sistemlə bağlı işləri, sistemin təhlükəsizliyi ilə bağlı işləri biz buradan həyata keçirdirik, buradan nizamlaya bilirik. Buradan sizə düşə biləcək Windows Defender Firewall, yəni bu suallarda olur. Bu Windows'un qoruyucu divarıdır. Müəllimlər, demək olar ki, əməliyyat sistemlərində, yəni Windows əməliyyat sistemlərinin hamısında Windows Defender Firewall var. Windows'un özünün antivirus proqramı kimi başa düşə bilərsiniz bunu. Qoruyucu divar. Bədniyyətli şəxslərdən gələn DOS atakları, DOS hücumların müəyyən qədər qarşısını almaq üçün istifadə olunur. Amma əlbəttə ki, bu tam olaraq qarşısını almağa imkan vermir, imkan yaratmır. Yəni, bu Windows'un standart antivirus proqramı kimi başa düşülə bilər. Buradan sizə düşə biləcək Power Options hissəsidir, batarya ilə bağlı olan hissə. Siz bunları demin vəsaitini oxuyanda da görəcəksiniz. Bura daxil olanda, baxın, belə bir pəncərə açılır. Bu pəncərədə Change Plan Settings hissəsinə daxil oluruq və buradan bəzi nizamlamalar edə bilirik. Baxın, burada əslində bəzən belə deyək də Windows 7-də filan, hətta bunun özündə də olur. Başqa bir burada komanda da olur. Burada 2 dənədir görürsünüz. 3 dənə də ola bilər. İndi onun 3-cünü də izah edəcəm. Deməli, müəllimlər, burada 2 başlıq var. On battery və plug it in. On battery, yəni bataryadan istifadə zamanı. Biri var, mən, baxın, burada görürsünüz, hal-hazırda bataryadan istifadə edirəm. Çünki adaptörü taxmamışam. Biri var bu şəkildə istifadə ediriksə, onda on battery. Əgər biz adaptörü taxmışıqsa, baxın, indi hal-hazırda mən
adaptörü qoşacağım. Baxın, biri var bu şəkildə. Görürsünüz, adaptör qoşulu vəziyyətdədir. Biri də var belə. Bu halda da plug in ayarlamalar edilir. İndi müəllimlər, 10 bateridə deyir ki, turn off the display, ekranın sönməsi. Bu, bilirsiniz nədir? Ekran neçə dəqiqədən sonra qaralacaq. Yəni, məsələn, hal-hazırda mən kompüterdə əlimi heç nəyə vurmuram. Ekrandan, belə deyək, ümumiyyətlə kompüterdən uzaqlaşmışam. 3 dəqiqə sonra mənim kompüterimin ekranı qaralacaq. Çünki burada 3 dəqiqə seçmişəm. Baxın, burada dəqiqəni artıra bilərsiniz. Məsələn, 5 dəqiqə seçə bilərsiniz. Və yaxud da, baxın, saat və yaxud da heç vaxt. Heç vaxt, never heç vaxt. Əgər heç vaxt seçsək, onda bizim belə deyək, kompüterimizin ekranı ümumiyyətlə sönməyəcək. Buradan 5 dəqiqə seçirəm. Daha normal bir vaxt olsun. Bir də var, baxın, put the computer to sleep. Yəni, kompüter nə qədər vaxtdan sonra silib yuxu rejimidir. Nə qədər vaxtdan sonra yuxu rejiminə düşəcək. 10 dəqiqə seçmişəm. 10 dəqiqə sonra əgər mən kompüterdən ümumiyyətlə istifadə etməsəm, əlimə heç nəyə vurmasam, 10 dəqiqədən sonra yuxu rejiminə düşəcək kompüter. Aktiv proqramlar yuxu rejimində açıq vəziyyətdə qalır, amma kompüter sönür. Burada batareyadan istifadəyə qənaət etmək üçün istifadə olunur batareya. Baxın, bu ikisini yəqin ki, başa düşdünüz. Bu batareyadan istifadə vaxtı. Yəni, tokalı taxılı vəziyyətdə deyilsə, 5 dəqiqə sonra ekran qaralacaq, 10 dəqiqə sonra ekran, ümumiyyətlə, kompüter yuxu rejiminə düşəcək. Bir dəqiqə, aha. Bir dəqiqə müəllimlər. Görüm, Sevinç müəllimi bayaq qoşulmamışdı. Bax, görək qoşuldu mu? Yox, Sevinç müəllimə dərsdə yoxdur. Şeyh müəllimə, Sevinç müəllim dedi, mən ağlayıram, qoşulmuyuşam. Nəsə özümü narahat hiss edirəm. Hə, Allah şəfasını versin. Oldu müəllimə. Deməli, plug in, yəni kompüter adapter taxılı vəziyyətdədirsə, toka taxılı vəziyyətdədirsə, elektrik enerjisindən hal-hazırda qidalanırsa, o zaman 5 dəqiqə sonra ekran sönəcək, baxın, display ekran sönəcək, 5 dəqiqə sonra yuxu rejiminə düşəcək. Yəni, bunu da 10 dəqiqə edirəm, mən uşaqlara başa salanda bu vaxtları dəyişmişəm. Yəni, 5-10 dəqiqə normal vaxtı, yəni istədiyiniz vaxtı birlikdə verə bilərsiniz. Save change edəndə, yəni dəyişiklikləri yadda saxla. Bunu yadda saxladıq. Bu belə. Müəllimlər, power option geri qaydaq. Baxın, bunlara daxil olduq biz power optiondan. Gəlin ardıcıllığı bir də yadımıza salaq. Biz ümumiyyətlə daxil oluruq kontrol panelə, kateqoriya hissəsindən, kateqoriya rejimindədirsə, System and Security-yə daxil oluruq. Buradan Power Options edirik. Buradan Change Plan Settings edirik. Buradan On Battery və Plug in-lə vaxtları dəyişirik. Bu belə. Və bu Power Option hissəsi həm System and Security-də var. Bunuca bilsəz kifayətdir. 2 dənə kateqoriyada mövcuddur. Həm də Power Option adapterla bağlıdır axı. Yəni, batariyada qurğudur, belə deyək. Qurğu da Hardware and Sound-da da Power Option var, görürsünüz. Yenə daxil olanda, yenə Change Plan Settings edəndə buradan dəyişiklik etmək olur. Yəni, həm bu System and Security hissəsində var, həm də Hardware and Sound hissəsində var. System and Security-dən bir də bizə düşə bilər backup proqramları. Backup proqramları, müəllimlər, Windows əməliyyat sisteminin yenidən bərpa etmə proqramlarıdır. Məsələn, WhatsApp-da filan görürsünüz, müəyyən bir vaxtdan bir nüsxələnmə gəlir. Bizim mesajlarımız Gmail adresimiz üzərində nüsxələnir üzərinə və biz nə vaxtsa WhatsApp-ımız silindi, təzədən yüklədiksə, bizə nüsxələnməni geri qaytarı təklif edir. Bax, həmin o nüsxələnmə də əslində backup proqramıdır demək olar ki. Backup proqramı müəyyən bir vaxtdan bir bizim kompüterimizdə olan verilənləri nüsxələyir və hər hansısa bir problem baş versə, backup proqramları vasitəsilə biz yenidən bərpa edə bilirik. Baxın, hal-hazırda bu Windows 7-ni
Əgər mən backup and restore etsəm, Windows 11 əməliyyat sistemindəyəm. Windows 7-ni bərpa edəcək. İndi keçirəm digər kateqoriyamıza Network and Internet. Müəllimlər, bax bunu ümumi bir kateqoriya olaraq adı düşür və nə işə yaradığı düşür. Şəbəkə və internetlə bağlı, lokal şəbəkədir, qlobal şəbəkədir, bunlarla bağlı bütün nizamlamaları Network and Internet kateqoriyasından eləyirik. Üçüncü kateqoriyamız Hardware and Sound, qurğular və səs. Buradan xeyli sual gəlir sizə. Bura daxil oluram. Baxın, Device and Printers. Bura daxil oluram. Qurğular və printerlər. Mən indi Windows 7 əməliyyat sistemində sizə necə görünür? Baxın, o pəncərəni vuranda həmin pəncərəni açıram. Windows 7 əməliyyat sistemində Device and Printers hissəsini vuranda, baxın, bu pəncərə açılır. Bu pəncərədə hal-hazırda, belə deyək, sizin kompüterinizdə qoşulu olan qurğular və sizin kompüterinizdə olan qoşulu olan printerlər və yaxud da nə vaxtsa qoşula biləcək printerlər. Baxın, mən hal-hazırda gördünüz, bura qrafiki planşet qoşdum. Qrafiki planşeti qoşduğuma görə, baxın, bu qurğu da bura Gülmə, heç düşür. nə görünmür axı. Necə yəni, heç nə görünmür. Gülmə, görmürəm heç nə. Digər Bizdə müəllimlər sizə... görünür. Bizdə görünür. Yəni, məndə paylaşımda problem yoxdur. Görürsünüz indi. Bax, indi göründü. Hə, indi göründü. Aha, yaxşı. Baxın, müəllimlər. Burada qurğular, yəni bizim kompüterimizdə qoşulu olan qurğular göstərilir device hissəsində. Burada bayaqlarım deyirdi ki, yəni bir dənə öz kompüterinizdə də, yəni kompüterimizin özündə göstərir aktiv şəkildə. Mən hal-hazırda qrafiki planşet qoşduğuma görə, baxın, bunu da göstərir sizə. Bir də baxın, burada printerlər, faks falan qoşası olsaq, bunlar standart qurğular göstərilir. Mən bu kompüterimə ancaq Canon MF30 printerini qoşduğuma görə, bunun driverini yüklədiyimə görə bunun adı gəlir burada. Əgər başqa printerlərdə qoşmuş olsaydım, o zaman həmin printerlərin də adları gələrdi. Baxın, müəllimlər, əgər printerimizlə bağlı sizə belə deyək də, bəzi məlumatlar verək. Əgər printerimizlə bağlı hər hansısa bir problem yaşanıbsa, məsələn, texniki cəhətdən heç bir problem yoxdur, amma biz çapa veririk sənədlər, amma sənəd çap olunmur. Bu vaxt nə edə bilərsiniz? Gəlirsiniz həmin printerin adının üzərinə, sağ düyməni klikləyirsiniz. Baxın, görürsünüz bu əmr, troubleshoot əmrini klikləyirsiniz və bu sizin printerinizdə olan problemi axtarır, tapır, özü həll edir. Əgər sistemdə hər hansısa bir xəta varsa, özü tapır, həll edir. Buradan çıxırsınız və printeriniz işə düşür. Yəni, texniki cəhətdən, yəni söhbət qurğunun özünün texniki problemi olmadığı təqdirdə siz bu komanda ilə printerinizin problemini aradan qaldıra bilirsiniz. 99% problemi tapır, aradan qaldırır. Əgər sizin printerinizdə, məsələn, sənəd çapa veribsiniz, 100 dənə sənəd, 100 səhvədən ibarət sənəddir, çapa verdiniz, bilmədiniz, sizə bunun birinci və ikinci səhvəsi lazım idi, amma siz bilmədən bütün səhvələri çapa veribsiniz. O zaman printeri tutaq ki, söndürdünüz, yandırdınız və vərəqləri götürdünüz ki, bu çap baş verməsin. Bəs ikinci dəfə mən əlavə seçim edib birinci və ikinci vərəqi çap etmək istəyəndə bütün vərəqlər yenə çap olunacaq. Çünki printerin beynində bundan əvvəlki çapa vermə komandası qalır. Həmin komandanı, yəni o beynindəki sayı silmək üçün nə edirik? Printerin üzərində 2 dəfə mouse'un sol düyməsini klikləyirik və baxın, bu hissədə görürsünüz hal-hazırda məndə boşdur. Amma sizdə əgər elə bir problem baş veribsə, bu hissədə həmin sənədin adı və neçə dənə çap qalıb, onun sayı yazılır. Həmin sənədin adının üzərində sağ düyməni vuracaqsınız. İndi məndə yoxdur deyə məndə göstərmir. Oradan belə deyək də delete sənədi delete əmrini vurursunuz və sənədi silirsiniz. İndi hal-hazırda mən göstərə bilmirəm real olaraq, çünki məndə hal-hazırda yanımda printer və sənəd yoxdur. Ona görə bunu qoşa bilmirəm. Amma siz belə deyək də, onun üzərində sağ düyməni vurub delete etsəz, printerin beynindən həmin sənədi silmiş olursunuz. Bu da əlavə bir məlumat sizin üçün.
Davam edək. Deməli, bu device and printers hissəsindən bizim edə biləcəklərimiz. İkinci buradan bizə nə düşür? Sound hissəsi düşür. Sound'a keçməmişdən qabaq gəlin device and printers'ə mouse'u da izah edeyim. Bildiyiniz kimi mouse, yəni sıçan, bu kompüterimizin vacib daxil etmə qurğularından biridir. Biz mouse'un nizamlamalarını edə bilərik buradan. Baxın müəllimlər, mouse'un xüsusiyyətlərindən daxil olduqda buttons hissəsində görürsünüz, belə bir mouse şəkli var sağ tərəfdə. Və biz bu mouse şəklində görürük ki, mouse'un sol düyməsinin yeri göy rəngdədir, sağ düyməsinin yeri boz rəngdədir. Bu deməkdir ki, vacib əsas xüsusiyyəti daşıyan düymə sol düymədir. Sağ düymə gördüyünüz kimi sadəcə kontekst menünü açmaq üçün istifadə olunur. İndi istəsəz, belə deyək, solaxay adamlar filan, və yaxud da solu, sağı, belə deyək, yerini dəyişmək istəyən kimsə varsa, bunların yerini dəyişə bilərik. Baxın, indi burada belə bir işarə var. Mən bu işarəni vuranda şəklə fikir verin, mavi tərəf keçəcək sağa. Görürsünüz, mavi tərəf sağa keçdi. Normalda biz, məsələn, bu işarəni buradan götürmək üçün sol düymə ilə klikləyib götürürük də. Amma mən bunu indi sol düyməni klikləsəm, bunu götürə bilmirəm. Çünki artıq mən sol düymənin funksiyasını keçirmişəm sağ düyməyə. Ona görə mən gərək bunu təzədən sağ düymə ilə götürəm. Sağ düymə ilə götürəndə götürüləcək. Sonra müəllimlər, burada double click speed var. Görürsünüz, klikləmə sürəti. Biz hansısa bir qovluğa və yaxud da proqrama, failə daxil olanda mouse'un sol düyməsini 2 dəfə klikləyirik də bildiyiniz kimi. Klikləyəndə əgər mən bunu slow rejiminə qoysam, aşağı rejimə qoysam, yəni 2 dəfə mouse'un sol düyməsini qovluq üzərində yavaş-yavaş klikləyəcəksiniz. Yox, mən bunu sürətli rejiminə qoysam, gərək siz çox sürətli şəkildə mouse'un sol düyməsini klikləyəsiniz ki, həmin o qovluq açılar. Elə bu orta sürətdə daha yaxşıdır. Sonra müəllimlər, burada baxın, belə bir komandamız var, click loop, yəni kliki kilitlə, turn on click loop, yəni kliki kilitləməyi aktivləşdir. Bunu vuranda nə baş verir? Yəni, mən sizə bunu başqa bir pəncərədə izah edeyim. Baxın, OK vurdum, bunu aktivləşdirdim. İndi mən keçirəm qovluq pəncərəsindən çoxlu sənədlər olan bir yerə keçdim. Baxın, burada sağ tərəfdə, bax, burada görürsünüz, hərəkət çubuğu var. Fırlatma zolağı deyilir və yaxud da hərəkət çubuğu deyilir. Bunu götürürəm bu fırlatma zolağını. Aşağı, yuxarı hərəkət elətdirirəm. Hal-hazırda üzərindəyim. Baxın, sol düymə ilə basılı vəziyyətdə aşağı, yuxarı hərəkət elətdirirəm. Baxın, gəldim indi mouse'un göstəricisini, baxın, görürsünüz, sola gətirmişəm də. İndi mən bunu, baxın, aşağı, yuxarı edəndə fikir verin, heç mən fırlatma zolağının üzərində deyiləm. Hərəkət çubuğunun üzərində olmasam belə, bunu aşağı, yuxarı hərəkət etdirə bilirəm. Bunu bayaqçı turn on click look əmrini təsdiqlədiyimizə görə, onu aktivləşdirdiyimizə görə, baxın, bu belə olur. Yəni, biz bunu kilitlədikdə, elə bir ki, biz bu hərəkət çubuğuna mouse'un göstəricisini kilitlədik, o da gələndə bu şəkildə edirik. Amma məsələn, faillərin üzərinə gələndə o hərəkət etmir. Görürsünüz, yəni hərəkət etmir. Sadəcə olaraq bu tərəfdə, boş sahədə hərəkət edir. Əgər onu götürmək istəyirsinizsə, təzədən gərək siz daxil olasınız kontrol paneldən. Mouse'a daxil olasınız. Buradan turn on click lock əmrini apply edəsiniz, təsdiqləyəsiniz. Bu belə. Sonra davam eləyək. Pointer hissəsindən mouse'un göstəricisinin, baxın, normalda ox olur da, buradan göstəricisini dəyişmək mümkündür. İstədiyiniz bir göstəricisini seçə bilərsiniz. Hətta buradan kateqoriyalar seçə bilərsiniz. Baxın, fərqli-fərqli göstəricilər gəlir. Elə olan göstərici mənim ən xoşuma gələndir deyə mən bunu dəyişməyəcəm. Pointer options. Bura daxil olaq. Bir də müəllimlər. Mən ümumiyyətlə Alman dilindən imtahan vermişəm həmişə.
universitetdə, magistrada, yəni ümumiyyətlə ingilis dili biliyim olmayıb. Mən belə sözləri tələffüz eləyəndə sizə qəribə gələ bilər. İndi ingilis dilini bilənləriniz var da içinizdə. Yəni sizə qəribə gələ bilər. Yəni mən sadəcə olaraq bildiyim qədəri ilə tələffüz eləyirəm. Yəni düşünməyin ki, mən nəsə burada səhvə yol verirəm. Sadəcə olaraq mən alman dilinə oxşadıb tələffüz eləyirəm. Deməli, burada belə deyək də seçimlərdən baxın, mausun sürətini, görürsüz, seçim sürətini biz dəyişə bilərik. Biz hərəkət etdiririk mausu bu şəkildə. Görürsüz, məsələn, ekranda hərəkət elətdiririk. Bunu artıranda, azaldanda mausun oxu daha belə deyək də sürətli hərəkət edir. Baxın, azaldanda mausun oxu bu şəkildə hərəkət edir. Amma artıranda mausun oxu bu şəkildə hərəkət edir. Yəni bir nəyəsə girmək istəyirsinizsə, siz biraz dəqiqlik tələb edir artıq. Ona görə bu da orta sürətdə daha yaxşıdır. Sonra burada baxın, sizə lazım olanları gəlin deyə. Bunun üzərində vururam. Bilsiz nədir müəllimlər? Baxın, video filan çəkəndə maraqlıdır və yaxud da nəyisə vurğulayanda görürsünüz. Mausu elə bil ki, daha çoxaldır, kölgələndirir. Mausun kölgəsidir bu. Yəni siz mausu belə deyim də sürə bilirsiniz də bir sözlə. Elə bil ki, maşın sürürsünüz. Burada bu sürəti daha uzun da seçə bilərsiniz. Bunu biraz qısaltsam, buradan baxın, kölgə daha qısa şəkildə olacaq. Biraz da qısaldıram, daha aydın görəsiniz deyə. Görürsünüz, kölgə biraz daha çox qısaldı. Yəni bunun uzun versiyası daha maraqlı görünür, gördüyünüz kimi. Mən bunu hələ ki götürürəm. Bu height pointer while typing. Yəni nə qədər ki yazı yazırıq, mausun göstəricisi gizlənsin. Biz yazı yazanda mausun göstəricisini yəni gizlədir də, ekranda mausun göstəricisini görmürsünüz. Əgər bunu vurmasanız, siz yazı yazanda mausun göstəricisi ekranda görünəcək. Bu da maraqlı komandadır, müəllimlər. Baxın, bu da nə edir? Məsələn, siz tutaq ki, mən video çəkirəm. Sizə baxın, dərs keçirəm də. İndi mən sizə göstərmək istəyirəm ki, mən bu komandadan danışıram. O zaman kontrol düyməsini klikləyirəm. Baxın, görürsünüz. Yəqin ki, sizdə də görünür də bu dairə. Görünür, müəllimlər. Bəli, müəllim, görünür. Görünür müəllimə, bəli. Lap yaxşı. Deməli, yəni olduğum yeri vurğulamaq üçün istifadə olunur. Mən hal-hazırda buranı deyirəm. Aydındır. Elə bu qalsın. Bəzi hallarda bu mənə lazım ola bilər sizə dərs keçəndə. Belə, bunu apply edirik. Sonra, bunlar artıq, yəni, belə deyək də, əlavə ayarlardır. Mən bura daxil olmuram. Çünki ümumiyyətlə yoxdur. Dərslikdə də yoxdur. Dibin vəsaitində də yoxdur deyə mən oradan sizə uzun-uzadı keçməyəcəm. İndi keçək sound hissəsinə. Hə, mən burada baxın müəllimlər, bilməmişəm əlimdə mausun göstəricisini dəyişmişəm. Mausun göstəricisini dəyişmişəm mən. Aha, deməli, sound hissəsinə gəlirəm. Səs deməkdir. Sound. Sound hissəsindən baxın sizə düşəcək. Və buradan kompüterimizə qoşduğumuz, nə vaxtsa qoşduğumuz və qoşulu olan qurğuların adları gəlir səslə bağlı. Məsələn, proyektor qoşduğuma görə HDMI şnuru həm də səs ötürdüyünə görə baxın, bu bura düşür. Məsələn, sound hissəsinə gəlirəm. Çünki sizə buradan sual düşür. Bu pəncərəni siz üzrü sayın, dimin vəsaitində görə bilərsiniz. Eynən bu pəncərəni verib. Buradan nə edirik? Baxın, sound şema. Buradan temanı seçirik. Yəni, standart Windows səsləri olsun, ümumiyyətlə olmasın mı səs? Buradan Windows səsləri qalır. Proqram events, yəni proqram hadisələri deməkdir. Hansı proqram hadisəsi zamanı hansı səsdən istifadə edək? Müəllimlər, baxın, bu biz Windowsda işləyən zaman bəzən batarya tutaq ki, itəndə bizə bildiriş gəlir. O bildirişin səsidir. Proqramdan çıxanda, məsələn, baxın, burada X vurub çıxanda hansı səs olsun, kompüter açılanda hansı səs olsun və s. Məsələn, gəlin close proqram hadisəsini seçək.
Program events dediği program hadisələr. Baxın, Windows'da olan bütün hadisələr burada var. Mən proqram bağlanması, close proqramı seçdim. Proqram bağlanarkən baxın, non, yəni burada səs yoxdur. Sound hissəsindən baxın, elə vurğulayıram. Səsi seçirik. Non heç nə deməkdir. Məsələn, buradan hər hansı bir səsi seçsəm, bax ki, belə bir səs seçdim. Buradan test hissəsindən bunu test edə bilirik. Görürsünüz? Yəni, belə bir səsdir. Yəni, proqramı bağlayanda belə bir səs çıxacaq. Mən bunun çıxmağını istəmirəm, ona görə bunu bağlayıram. Non edirəm, apply edirəm ki, yadımdan çıxmasın. Browser hissəsinə, müəllimlər, siz kompüterinizin yaddaşında olan səs əlavə edə bilərsiniz. Amma səs əlavə edəndə fikir verməlisiniz ki, baxın bura, vurğuladığım yerə fikir verin. WAV formatında olmalıdır. Yəni, bu da DİM-in vəsaitində də yazılıb, kitablarda da var. Siz əgər Windows hadisələrinə özünüz ürəyiniz istəyən bir səsi vermək istəyirsinizsə, həmin o səslərin içərisinə özünüzün istədiyiniz səsi əlavə edə bilərsiniz. Amma bu mütləq şəkildə, baxın, WAV formatında olmalıdır. Sonra, bu da belə. Bu da səslə bağlı olan hissəmizdir. Buradan çıxıram. Keçək, Power Option-u bayaqlarım dedik. Bu qədər. Buradan sizə düşəcək, yəni Hardware and Sound-dan baxın. Hardware and Sound hissəsindən yükə biləcək komandaları mən sizə dedim. Keçək proqram hissəsinə. Müəllimlər, proqram hissəsi çox vacibdir. Yəni, bunu kompüter istifadə edən hər kəs bilməlidir. Biz, baxın, mən desktopa gedirəm. Biz hansısa bir proqramı silmək istəyiriksə kompüterimizdən, o zaman bəzi adamlar nə edir? Gəlir iş masasından filan götürür, baxın, məsələn, belə bir proqram var. Mən bunu silmək istəyirəm, tutaq ki, bunu silmək üçün delete üzərində vururam, getdi. Yəni, bəzi insanlar elə bilir ki, bunu elə buradan delete ilə silsəm, o zaman bu proqram buradan silinəcək. Xeyr, yəni kompüterdə proqramları bu şəkildə silə bilmərik. Biz kompüterdə proqramları silmək üçün istifadə edirik kontrol panelin proqram hissəsindən. Daxil oluram yenə bura. Buradan baxın, proqram hissəsinə daxil oluram. Proqramları silmək deyəndə biz əslində proqramları silmək yox, proqramların quraşdırılmasını ləğv edə bilirik. Yəni, baxın, məsələn, telefonunuza hər hansısa bir proqram yükləyibsiniz. İndi istəyirsiniz bu proqramı siləsiniz. Silmək üçün üzərində basılı tutursunuz, gəlir ki, quraşdırmanı ləğv et. Siz quraşdırmanı ləğv edə bilirsiniz. Yoxsa o proqramı Play Store-dan yerli-dibli silə bilməzsiniz. Yəni, bu mümkün deyil. Ona görə bizdə də, kompüterdə də belədir. Biz proqramları kompüterimizə quraşdırırıq və quraşdırmanı ləğv edə bilirik. Quraşdırmanı ləğv etmək üçün proqram hissəsinə daxil oluruq və Programs and Feature hissəsinə daxil oluruq. Baxın, bizim kompüterimizdə olan bütün proqramlar, görürsünüz, bax, burada yer alır. Yəni, kompüterimizdə nə ki proqramımız var, hamısını siz buradan tapa bilərsiniz. Belə. Əgər proqramı buradan silmək istəyirsinizsə, o zaman nə etməlisiniz? Gəlməlisiniz, həmin proqramı seçməlisiniz. Mən görüm nəyi seçim, lazımsız bir şeyimiz varmı? Lazımsız bir şey yoxdur, amma bunu silə bilərəm. Antivirus proqramıdır. Bunun üzərində vururam sol düyməni, kliklədim, gəlirəm bura, uninstall edəndə, uninstall quraşdırmanı ləğv et deməkdir. Install, quraşdır, uninstall quraşdırmanı ləğv. Üzərində vururam, baxın, belə bir dialoq pəncərəsi açılır. Keçən dəfə keçmişdik dialoq pəncərəsi. Məndən çünki soruşur ki, bunu silmək istəyirsinizmi, istəmirsinizmi? Mən yes-i vururam, hətta gəlin elə onu vurum, heç quraşdırmanı ləğv eləmirəm. Əgər yes-i vursam, həmin proqram kontrol paneldən, yəni proqram hissəsindən silinmiş olacaq. Və buradan sildiyimiz proqramları geri qaytara bilmirik, çünki gedib səbətə düşmür. Əgər geri qaytarmaq istəyirsinizsə, yenidən yükləməlisiniz, yenidən quraşdırmalısınız. Müəllimlər, bura qədər sualı olan varmı?
Yox müəllimə, Buyurun. yoxdur. Yaman qəliz gəldi ay müəllimə. Ay sağ olun, mən də onu deyəcəydim. Çox Müəllimlər, çətin belə şeylərdir. deyim də, çətin gəlmənin səbəbi sizin ola bilsin ingilis dili biliyinizdir. Bilməməyimizdir. Aha, sözləri bilmirsiniz deyə, yəni problem yaşayırsınız. Mənim tələffüzümdə problem var, amma mən belə deyim də normal tərcümə edib sözləri filan hər şeyi normal bilirəm, yəni. Tərcüməm normaldır, yəni yaxşıdır. Amma mən tələffüzüm pisdir. İndi sizin tərcüməniz də yoxdur, böyük ehtimal Sözlərin ki. tərcüməsini bilmirik. Aha, indi Mən də siz çox deyib. yəni hamı bunu öyrənir də, yəni mən də bunu öyrənmişəm. Siz də bunu öyrənməlisiniz. Yəni çalışın proqram bu komandaların adlarını öyrənəsiniz. Yəni adlarda Bunlardan problem çox yaşamırsınız. düşər. Şeyx müəllim, bunlardan çox düşər. Düşər də müəllimə. İndi Windows əməliyyat sistemi bizim ən böyük bölməmizdir. Ona görə biz 3 dərsdə bunun içindən çıxa bilmirik. Düşər. Niyə düşmür ki? Buradan da düşəcək. Çünki siz praktik olaraq kompüter istifadə etməlisiniz. Yəni düşər. Bu mövzunu qəşəng görkəmli. Keçdik 5-ci kateqoriyamız. User account hissəsi. Buradan biz kompüterimizdə olan istifadəçi hesabları və istifadəçi hesabları arasında beləcə olan fərqləri öyrənirik. Kompüterimizdə əgər bizdən başqa kimsə nəsə iş görəcəksə, kiməsə kompüterimizi verəcəksə, o zaman burada əlavə hesab yaratmaq lazımdır ki, həmin şəxs bizim belə deyək də kompüterimizdəki proqramlarımızı, sənədlərimizi görə bilməsin. Bura daxil oluruq. Buradan user account-a daxil oluruq. Buradan müəllimlər. Baxın, bu manage annotator account, yəni başqa ayarlamalara daxil oluruq. Baxın, mən hal-hazırda burada görürsünüz, uşaqlara izah edəndə bu boydasını yaratmışam. Yadınızda saxlayın. Gəlin, hətta bunu lövhəni açaq, qeyd götürək. İstifadəçi hesabları 3 növdə olur. İstifadəçi hesabları 3 cür olur. Ah, baxın müəllimlər. İstifadəçi hesabları 3 cürdür. Biri var admin, administrator. 2 qonaq. 3 standart istifadəçi. Müəllimlər, administrator kompüterin sahibidir. Ən yüksək, belə deyək də, kompüterdə ən yüksək səlahiyyətə sahib olan şəxs administratordur. Əgər kompüterdə yalnız bir istifadəçi hesabı varsa, o zaman deməli o administrator hesabıdır. Çünki kompüterdə bir nəfər olacaqsa və o administrator deyilsə, o zaman o kompüterin sahibi yoxdur. Belə də bir şey mümkün deyil. Heç bir proqram yükləyən bilməz administrator olmadan. Ona görə administrator ən başlıca növüdür istifadəçi hesablarının. Qonaq. Müəllimlər, baxın, hansısa bir istifadəçi hesabı yaradıb qonaq statusu veribsinizsə, o zaman kimsə sizin kompüterinizi açanda, bilmirəm, indi görə biləcəksinizmi? Görün, belə eləyək, görün, görə bilirsinizmi? Baxın, mən hal-hazırda sizə necə eləyək ki, siz onu görəsiniz. Ekranı look rejimini də buradan edib, bircə dəqiqə müəllimlər. Sizə onu göstərməyi istəyirəm. Baxın, kildə qoyanda, indi hamınız yəqin ki, görüşdəsiniz. Mənim ekranımı görə bilirsiniz hal-hazırda. Bəli. Yəni, burada yazılı bir adlar. Bu sol tərəfdə Çiçək Xəlilli, Cütiki qrupu, lokal admin. Bunları görürsünüz. Xeyr, görürüm. Görə bilmirsiniz. Aha. Mən indi bunu belə eləyək də. Mən bunu sizə göndərirəm. Qrupa atıram. Qrupdan baxa bilirsiniz hal-hazırda. Hələ gəlmədi qrupa. Atıram müəllimə. İndi atıram.
Baxın, qrupa atdım. Hal-hazırda mənim ekranım o şəkildə görünür. Grupta göründü. Aha. Telefonda grupta Baxın, göründü. görürsünüz oradakı hesabların sayını görürsünüz. Həmin bax bu Evet. hesablardır. Çünki onları burada yaratmışıq. Yəni yeni bir istifadəçi hesabı əlavə etmək istəyirsinizsə, add hissəsinə daxil olursunuz. Buradan baxın, görürsünüz. Və buradan add account edirsiniz. Evet, ki, add account edirsiniz və yeni bir istifadəçi yarada bilirsiniz. Hal-hazırda yəni mənim admin olduğumu yoxlamaq üçün mənim e-mail adresimi falan istəyir. Ona görə mən daxil olmuram bura. Yəni buradan istifadəçi hesabı da əlavə edə bilərsiniz. Qonaq nə edir? Qonaq sadəcə olaraq sizin kompüterinizə daxil olur. Heyf ki, mən indi burada kompüter sönər deyə, sönəcək deyə. Mən daxil ola bilmirəm, amma belə telefonla sizə göstərə bilərəm yenə. Baxın müəllimlər, əgər biz mənim iş masamı görürsünüz də nə qədər element var. Əgər biz qonaqla daxil olmaq istəsək, onda nə edirik? Bax, məsələn, daxil oluram, look rejiminə keçirirəm.